Vurduq, bitirdik. Baxın, belə bir şey oldu. Çox qəşəngdir amma. Istıqları əslində gizlətmişik. Sadəcə yaxından görsənir, uzaqdan görsənmir. Çox qəşəng boydu. Fikir verirsiniz buna. Qəşəngdir də bir sözlə. Bu arada dırnağımı da vurub yazıq eləmişəm. Deyir, yəni mən deyil. Qəşəng aboydu. Əgər istəsəniz, mən sizə ünvanı deyərəm. Biz hardan aldıq? Belə maraqlanıb siz orada gedib baxa bilərsiniz. Qəşəngdir. Biz bunu 20 manatdan aldıq. Cəmi bu otağa hamısına bir yerdə 120 manat. 120 deyirəm. 100 manat verdik. İndirimdə idi bu aboy. Yəni bəlkə də siz getsəz biraz baha deyərlər, amma biz indirimin düz üstünə düşdük ona görə. Baxın, yüngülvari belə zərləri də var. Amma parıldamır, yəni deyim sizə. Yəni belə oradan-buradan görsənir də parıldı. Belə amma çox xoşuma gəldi. Burada qaldı sadəcə bir dənə plintusları vurmaq, buraları qəşəng silmək və buraları artıq səliqəyə salmaq. Uşaqların otağını da belə yığdım, pərdəsini asdım, yerlərini yerləşdirdim. Qaldı bir dənə bu ortalığı yığışdırmaq. Burada kley idi, burada tapçıqlar falan var. Sonra bir də bu güzgü də bizim otağa gedəcəkdi. Boyumuz artıq qurudu deyənə rahat yerləşdirdim. Buradan deməli bu çıxacaqdı. Bura qaçış trenajoru gələcəkdi. Xalça bura səriləcəkdi. Amma ilk öncə bura qəşəng prisoslayıb silmək lazımdır. Mən əslində demişdim ki, bəs bunu yeniləyəcəm. Amma ki, hələ ki yeniləməmişəm. O qədər boş vaxtım olmur ki, ona görə qalıb tələ bunu da birlikdə yeniləyərik. Yolkamızı qızımla birlikdə qurduq, amma ki, yəni bir dənə yolkanı hələ ki düzdük. Çünki Temudan bir-iki şeylər sifariş etmişəm. O da gecikir gəlmək hələ. O da gəlsin, gəldikdən sonra artıq onları da birlikdə çəkiliş edirəm, elə paylaşaram. Bir xanım izləyicim kraskamı soruşurdu ki, axırıncı dəfə hansı kraskanı qoymuşam. Baxın, bu kraskadır. Adı Max Deluxe. Bu rəngdir. İstəyirsiniz, baxın, qəşəng rəngi var. Amma görə bir 5-6 dəfə saçınızı yuyasınız ki, bu axsın bu kraska. Amma qəşəngdir, uzun saça da gedir, yəni. Gördüyünüz bu klyonkanı Temudan sifariş etmişəm. Bu da rezinka üzərində tikilmişdi. Sadəcə mənim stolum 90 cm idi. Bu isə 1 metrədir. Ona görə biraz böyük oldu. Amma yenə də qəşəngdir. İstəsəniz yazın mənə, sizə linkini atarım. Bunu aldım. Sonra oradan 2 ədəd corab götürdüm. Belə sadə, boz rəngdə 2 dənə. Və bir də başqa bir mağazaya girdim. Belə şüşə təmizləyən aldım. 1 manat neçə qəpik idisə. Yoldaşımla getmişdi təzə aldığımız kravatın başlığını dəyişməyə. Rəngi xoşuma gəlməmişdi deyə yoldaşıma təklif etdim ki, gəl bunu dəyişək. Tezliklə sizə göstərəcəm otaq mebelini və oraları birlikdə yeniləyərik. Hələ gözlədiyim bir iki şey var ki, onlar da gəlsin, birlikdə sizinlə də bölüşərəm. Trenajoru yoldaşımla gətirdik, qoyduq bura. Biraz da təmizlənməlidir. Bu şkafı da gəlib aparacaqlar. Demək olar ki, satmışam ucu. Bu tumuçkayı hələlik qoymuşuq bura. Çünki zalda yer yoxdur onu qoymağa. Ona görə buradadır. Fikirləşirəm onu sonra qəşəng yerləşdirərəm bir yerə. Uşaqlarımın masaları da buradadır. Sonra oyun masaları da buradadır. Belə hal-hazırda vəziyyət belədir. Bir dənə buranın pərdəsi qalıbdır kənarlıqlarını almağa. Nəinki bura, həm də digər otaqlara da lazımdır belə kənarlı. Bir də istəyirəm bunları sonra gələcəkdə dəyişim, amma hələ ki istəmirəm. Dursun hələ ki. Burada bəzi yeni il aksesuarlar var ki, hansılar ki indi mən çıxartmalıyam, çıxardıb yeniləməliyəm. Burada deməli nə var? Belə şeylərdir. Bir dənə göstərə bilirəm sizə. Bilmirəm, bəlkə də heç bunlara dəymədim. Bu il qalsın. Yolkanı bəzəmişik. Baxın, bu bizim yolkadır. Bir də əsas mən bunu vuracam. Bu məndə venokdur. Bunu mən özüm tərəfmişdim. Yeni il venokudur. Açım, sizə göstərim. Bantiki də bura taxdım. Həqiqin ki, qəşəng durdu. Yaraşdı yəqin ki. Baxın. Qəşəng durdu, pis durmadı. Bir dənə də bantik düzəltdim, bura taxdım, belə. Bir də burada durdu. Pis deyil. Bunları yəqin ki, çox zaman ki, artıq gələn vlogda görəcəksiniz. Temudan gələn sifarişlərimi sizə göstərim. Salafandan çıxartmışam, şort olaraq çəkdim. Belə dəsmalları sifariş etdim. Bilmirəm, əslində ilk dəfədir ki, dəsmal sifariş edirdim. Belə bir materialı var. Əslində orada oxudum alanların rəngləri. Bəs dedilər ki, çox qəşəngdir, yumuşaqdır. Amma su çəkirmi, onu bilmirəm, yoxlayacağım onu. Bunu hələ ki paylaşmıram, linkini və yaxud artikulunu paylaşmıram. Çünki bilmirəm hələ bunun vəziyyəti nə olar. Yollandan sonra, istifadə etdikdən sonra baxarıq. Bunu mətbəxdə istifadə etməyi düşünüyorum. Əl dəsmalı kimi 4 ədəddir.
Baxın, belə rənglərdən. Ben göstərim sizə böyüklüyünü. Belə normal, standart, adi bildiyimiz dəsmallar boydadır. Sadəcə suyu çəkirmi, çəkmirmi onu artıq sonra mən sizə vlogların birində deyərəm. Sonra 2 ədəd belə qırmızı dəsmal götürdüm. Bunu götürməkdə məqsədim var, çünki görmüşəm bançik düzəldirlər. Əslində bunu mən qırmızı fikirləşmişdim, amma belə rozvoy rəngdə gəlibdi. Belə qırmızı detalları ortasındadır. İndi mən bundan bançik düzəldəcəm. Yoldaşıma belə kofta aldım. Belə bir yazısı var burada. Çox qəşəng, keyfiyyətli koftadır, amma deyim sizə. Keyfiyyətinə baxın, bunun siz tikilişinə falan çox qəşəngdir, amma mən yoldaşımın ölçüsünü XXL götürdüm. Yoldaşım biraz topuşdu. Və belə qolu uzundur. Qəşəngdir amma. Baxın. Baxın, belə bir ağac teksturalı, çox qəşəngdir, amma bunun siz keyfiyyətinə baxın. Gözəldir amma. Parıldayır və ağac teksturalıdır. Belə bir vinil aldım. Tumçikalar var, onların üstünə yapışdıracağım. Onu da göstərərəm. Vlogun birində paylaşaraq. Bilmirəm nə qədər. Bu desin 3 metre olmalıydı. Yoxsa 2 metre yarım idi. Mənəsə belə bir şeydi. Yəni 2 metreden çox idi. Belə bunu da birlikdə test eləyərik. Yolkamın üzərinə belə bir saçurki aldım. Yana göstərim sizə. Belə bir şeydir. Elə bildim böyük gələcəkdi, amma biraz balaca gəldi. Baxın, belə bir şeydir. İndi 50 ədəd olmalıdır. Taxaram, birlikdə baxarıq. 12 ədəd pomada aldım. Hətta şortsda belə çəkdim. Qəşəngdir bunun teksturası falan. Dudağıma da çəkmişəm hətta. Baxa, rəngləri belədir. Qış rəngləridir. Xoşuma gəldi yəni. Bu arada dırnaqlarım yenilənməlidir. Hələ də yenilənməmiş. Bir də bunu sifariş etdim. Belə bir lərzikdir. Qəşəngdir amma. Keçən vlogda dovğa hazırladığımı paylaşmışdım və bir neçə xanım yazdılar ki, bəs siz səhv bişirirsiniz, səhv hazırlayırsınız, böyük kəsim eləmişsiniz və s. Belə deyim sizə, mən də bilirəm ki, bəs dovğada göyərtilər xırda olmalıdır. Amma bizdə onu evdə böyük sevirlər. Xırda heç kimə xoş gəlmir. Ona görə də mən də ailəmin istəyini nəzərə alaraq, təbii ki, mən özüm də böyük kəsimdə sevirəm dovğanı. Olduğu kimi paylaşdım. Mən belə deyim sizə, mən səmimi insanam və nə paylaşıramsa, hamısı öz səmimiyyətimlə paylaşıram. Dovğanı da həmçinin necə hazırlayırıq və yaxud digər paylaşımlarımda da mən hər zaman sizinlə səmimi paylaşımlar eləmişəm. Yəni mən sizə hər şeyi necə varsa elə göstərirəm. Özüm olduğum kimi göstərirəm, tam səmimiyyətimlə. Yəni ikinci bir üzüm yoxdur mənim. Əstəğfurullah, elə bir şey heç vaxt olası deyil. Nəysə, burada deyə bu söhbət bağlamaq istədim. Burada isə tort hazırlayırdım. Güya bu da mənim kulinariya kanalım üçün idi güya ki. Amma ki bunu da saxlamışdım, silməmişdim. Dedim bura əlavə eləyim, vloqum da uzun olsun. Həm də bəlkə də kiməsə də fikir olar. Belə bir korjlar almışdım və kremini hazırladım və ballı tort hazırladım. Bilmirəm, amma dadı həqiqətən də qəşəng oldu. Gözləyirsən biraz yumşalır, sonra kəsirsən, qəşəng çayla içirsən. Düşünürəm, asan yoldur. Kim ki korj falan hazırlaya bilmirsə, belə hazır korj alıb özü ev şəraitində belə bişirə bilər. İndi baxdım, daha qəşəng korjlar satırlar. Yəni maraqlı, belə qəşəng cəlb edici. Düşünürəm onlardan da alıb belə krem hazırlayıb özüm hazırlayacağam. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, mənə daim dəstək olursunuz. Kim ki abunə deyilsə, sizdən çox xahiş edirəm, kanalıma abunə olun, dəstək olun, daha da böyüyək, daha da yüksələk. Gələn vloqlarda görüşənədək hələlik.